Bunu indiyə qədər heç kəsə danışmamışam və heç kəs bilmir. Bir mənim rəhmətli anamdan səfayət. 1943-cü ildə mənim 20 yaşım vardı. Bizim ailədə bir çətinliklər vardı. Mən də anam da bir nəzir dedik. Mən onda Bakıda yaşamırdım, Naxçıvanda yaşayırdım. Gəldim Bakıya, getdim İçəri şəhərdə Mir Mövsün ağanın evinə. Onu ziyarət etdim və nəzirimi də ona verdim. İndi biz gəlirik bunun qəbrinə. Allah kabul. Amma mən onun sağlığında onu gedib ziyarət etmişəm. Ben de görmüşüm. Ziyarət etmişəm sağlığında. 55 yıl bundan 1943-cü ildə, 55 il bundan qabaq. Özün de gördün. Bəli, bəli, əlbəttə. Bacısı da buradaydı. Bəli, bəli. Özün də, bacısın da. Evi də indi gözümün qabağındadır, hamısı. Getdim oraya əvvəl məni bırakmırdılar, bir beyan yoxladılar, elədilər, sorğu sual elədilər. Sonra gördülər ki, bir cavan biri olan, hamı özdəki belə. Sizə inandılar mənə, bu imkanı verdilər. Bütün bu şeyler qadağanıdır, onda da bunun lafı kəskin vaxtıydım şeyler. Amma mənim qəlbim və rəhmətli anamın mənə məsləhətləri məni gətirdi ora çıxardı. Yəni, düzün mən sizə deyim, mən oraya xəlbət getmişəm. Fikirləşirdim ki, görəsən, məni gördülər, ora-bura çağıracaqlar, məni qısnayacaqlar. Mənə bir şey edəcəklər. 5-10 gün keçəndən sonra gördüm bir şey tak yoxdur. Belə başa düşdüm ki, da mən oraya getməyimi heç kəs bilməyibdir. Bu qalıbdır mənim özümün qəlbimdə, bir də anamın qəlbində.